Salam. Keçən videoda demişdim ki, istədiyiniz aktyorun adını şərhlərə yazın və hansı aktyorun adı daha çox yazılsa, həmən aktyordan 7 film seçib 7 gün ərzində baxacağam. İndi isə gedirəm şərhləri saymağa ki, hansı aktyorun adı daha çox yazılıb. Baxın, getdim bir-bir hesabladım yazılanları. Videonu dayandırıb baxa bilərsiniz. Və qalibimiz İndi isə gedirəm ondan 7 film seçməyə. Bu arada mən onun filmlərindən artıq 11 filmə baxmışam. Ona görə təəccüblənməyin ki, niyə bu qədər məşhur film olduğu halda getdim başqa filmi seçdim. Ona görə bilin, yəni bunun qabaqcadan. Getdim 7 film seçdim. İndi də gedirəm baxmağa. Və artıq başladım 3 filmi baxmağa. Knocked him off. Sası qəşəng. Bu artıq məni əsəb eləyir. Agents, you know what we did? You know what Bu da. we trapped an entire crowd. Hillary. Malfoy'un atası. Enough to spook the colonel. Filmi bitirdim indi. Düzdür, bu obraz məni biraz əsəb elədi. Amma onun xaricində film çox qəşəng idi. Bəyəndim. İndi isə keçirəm ikinci filminə baxmağa. That sound for one thing, correct? So maybe they're not kids. That's what I've been talked to. Yeah, I'm sure. No, as a matter of Don't fact, they're you mostly know- evaporated by the time you get here. Mickey. Yeah, the drink's all right. Bring me another one. Yes, sir. Tony Soprano. Awful hurry though. Həli. Filmin bitməsinə 34 dəqiqə qalıb amma. Nəsə sıxır. Maraqlı deyil. Film bitti indi. Amma sevmədim. 1 saat 37 dəqiqə getdi. Sadəcə sanki izləmiş olmaq üçün izlədim, yəni bilmirəm. Heç bir zövq falan almadım filmdən. Üçüncü gün, üçüncü film. Evenings as his wife wiped her pink hands on an apron. Kid, you missing? Crept up on Cat's Paw. I give them names. Such as? Such as enemies. Why would I do that? Bu film də bitdi. Yəni də çox bəyənmədim. Yəni, ilk başlarda əslində maraqlı gedirdi, amma sonradan nəsə sıxılmağa başladım. Onsuz belə baxanda filmin adının özündə dana boyda spoiler var, yəni. Bilirdim ki, sonda öləcək də. Ona görə də bəlkə biraz sıxdı, bilmirəm. İndi isə dördüncü gün, dördüncü film. Well, it's just parking. Fuck me. Just look at the sergeant. How big are you? Hey kids, how big is he? Big man, that's for sure. Fuck's sake. He's a fat fucker, but he's dirty and he's dangerous. I know I'm asking him to fight. I'll do the fight before he causes any more carnage. Bu film də bitdi. Bilmirəm, mən maraqsız filmlər seçmişəm, yəni nəsə bu da biraz, nə bilim, sevəcəyim bir tərzdə film deyildi. Digərlərinə baxanda əyləncə idi biraz amma. 5-ci gün, 5-ci film. When we get there, can you give me a hand, please? Yes, of course. Ingrid, stop it. Oh my god, Professor Lupin. Ah, you saw celebrities. Mr. Hara! Could express what is in my heart. Threaten or harm. We just need food and then we'll be on. Yeah?
not. Okay. Now, Aunt Jimmy wishes to make a gift to you, so please take off your clothes. Ego. A young boy who's strong and bright. Öz oğlu neçə ildir görməsə belə, onunla bu qədər mehriban olması adamın ürəyini isidir. Film indicə bitdi. Məncə şirin film idi. Düzdür, bütün baş verənləri şirin demək olmaz, çünki kədərli səhnələr də var idi, amma xüsusilə Tibetdə olan səhnələr çox şirin idi məncə. Qəşəng film idi. Və bu arada qəribə bir şey var, onu demədən keçmək istəmirəm. Hal-hazırda izlədiyim film sayı, izləmək istədiyim filmlərin sayı ilə eynidir. Ümidvaram ki, ömrüm çatar hər birini izləməyə. İndi mənim yenə boş vaxtım var. Ona görə gedirəm 6-cı filmə də indi baxmağa. Onsuz nə qədər tez qutarsam, o qədər yaxşıdır. Çünki özümün izləmək istədiyim 4 dənə film var. Ona görə gedirəm indi baxmağa 6-cı filmə də. Texnik olarak 6. gün 6. film deyə bilmirəm, amma sizə dedim sayın. We'll take that bonus check, though. Look, I want to bring you on board, you see? Impressive. Well, been. Who is that? It's all right. You just wait. I'm quicker than you. Hi, I'm Sonny. Great. 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 Dedication, lots of hard work. That's your urgent question. Bu da məncə qəşəng film idi. Yəni bəyəndim. Sonda özüm də qazanmış kimi hiss elədim niyəsə. Sanki komandanın bir hissəsiymişəm kimi. Maraqlı idi. Və indi isə nəhayət ki, sonuncu gün, sonuncu film. What do you mean, why? Really? Why are we here? In case we need the bus. Then drop us off and come back for you. No. Stay with you if you need me. Thank you. It's all over the news. Everybody is paying attention, doing everything. Və nəhayət sonuncu film də bitdi. Yəni bu filmdəki uşaqlar qədər beyinsiz bir uşaq görməmişəm də mən. Yəni silahı hansı ağılla maşının üstünə sıxıb yoxlayasan ki, ora qədər atır ya atmır, yəni. Niyə də, niyə? Filmdəki aktyorluq çox bomba idi, amma yəni sıxılmadım desəm yalan olar da, biraz sıxdı bilmirəm. Amma belə qəşəng idi, ümumli idi. Və burada 7 gün 7 film videom başa çatır. Gələn videolarda görüşənədək.